Hər vaxtınız xeyir olsun. Bu günləri Avropa kursunun 6-cı sinif üçün olan sınav imtahanını müzakirə edəcəyik, izah edəcəyik. Birinci sualdan başlayaq. Birinci sualımızda qeyd olunur ki, M və N ədədləri qarşılıqlı sadədir. Yəni, ortaq böləni yoxdur. Ortaq böləni olmayanların əbobu, yəni qarşılıqlı sadələrin əbobu 1 olur. Əkibu nə olur? Onların hasili. Ədədlərimiz də biri M-dir, biri N-dir. Olacaq hasili M, N. Üstə gəlsin 1. D variantı doğrudur. İkinci sualda tənasibi həll edin. Bilirik ki, tənasib çarpaz şəkildə vurulmaqla həll olunur. 2x minus 1-i 4-ə vurmalıyıq, bərabər eləməliyik. 1-i də hər hansı bir ədədə vuranda ədədin özü alınır. Yəni 3x plus 5. Vurub açırıq. Hər birinə vurulmalıdır. Olur 8x çıxılsın 4. Bərabərdir 3x plus 5. 8x-dan 3x çıxmalıyıq. Çünki dəyişənlər sol tərəfdə, ədədlərdə sağ tərəfdə. 5 isə gəlsin 4. Bu da o tərəfə keçəndə müsbətləşir. İşarəsi dəyişir. Olur 5x bərabərdir 9-a. X-i də tapanda 9-u bölməliyik 5-ə. Olur 1,8. Doğru cavabımız C variantı. Bu da düzgündür. Sonra gəlir 28-ci suala. 40% 120 olan. Bilirik ki, faizinə görə tapmaq üçün ədədi 100-ə vurub faizə bölürük. 120 ilə 40-a ixtisar gedir, qalır 3. 3-ü 100-ə vururuq, olur 300. Deyir, ədədin 3/1 hissəsi, 300-ün 3/1-i ədədi hissəyə vururuq, olur 100. 3 ilə 300 ixtisar gedir 3-ə, qalır 100. 3/1 hissəsi ilə 5/1 hissəsinin fərqi. 300-ün də 5/1-i 5/1-ə vururuq. 5-ə ixtisar gedir, qalır 60. Fərqi olacaq nə? 40. D variantı. 100-dən 60-a çıxırıq, olur D variantı 40. 29-cu sualda x, y, z kəmiyyətlərinin cəmini tapın. Deməli, burada düz mütənasibdir. Çünki bu 4 dəfə artıb. Baxın, 9-u 4-ə vuranda 36 eləyir. 2,5-i də 4-ə vuranda nə qədər eləyir? 10 eləyir. Deməli, düz mütənasibdir. Düz mütənasibdirsə x eləyəcək 8-i deməli 4-ə vuracaq, eləyəcək 32. 7-ni 4-ə vuracaq, z eləyəcək nə? 28. Y isə, baxın, 4-ə vurmuşam, 24 almışam. Deməli, əvvəlcə neçə olub? 6 olub. Bunları da cəmlədikdə olur 66 A variantı. 30-cu sualda müəllim şagirdlərə evdə işləmək üçün tapşırıqlar verib. Bu tapşırıqlar aşağıdakı kimi diaqramda əks olunub. Müəllim və neçə tapşırıq verib? Baxın, 6/1-in verib, 3/2-sini. Bunu 6-ya gətirir. Olur nə? 6-ya gətirməkdən ötürü sürət və məxrəci 2-yə vurur. Olur 6/4. 6/1, 6/4. Eləyir nə? 6/5. 6/5 bura elədirsə, tamamı bunun, bu diaqramın tamamı 1 eləməlidir. Yəni, yerdə nə qalır? 6/1. 6/1 hissəsi 25 olan ədədi tapmalıyıq. Ona görə də 25-i bölürük nəyə? 6/1-ə. Hissəsinə görə tapanda ədədi hissəyə bölürük. Və 25 olduğu kimi qalır. Bu tərsinə çevrilir, olur, vurulur 6-ya, olur 150. Müəllim evə neçə tapşırıq verib? Evə 150 tapşırıq verib. C variantı. Bu da doğrudur. Keçirik 31-ci suala. Deyir ki, sondakı boşluğa uyğun gələn ədədi müəyyən edin. 2,4/1, buradan yazar rahatlıqla. 31-ci. 2,4/1 vurulsun. 3,3/1. Bunu vurmaqdan ötürü düzgün olmayan sayı 4/9 vurulsun. 3-də bilirsiniz də bunu buna vurub üzərinə qalğı gəlirik. Üzərinə sürəti gəlirik. Deməli, olur 3/10. Bunları ixtisar aparırıq. 2-yə ixtisar gedir 5. Burada qalır 2. Olur 6/45. 9-dan da 5 vurulur. Və bizə üstünə 7,5 gəlməlidir. Bunu da deməli qarşı qədərə çevirəndə bunlar 3-ə ixtisar gedir də. Burada 3-ləri ixtisar aparmamışıq. Burada 3-ə ixtisar gedir bunlar. Qalır burada 2. Bunu da 3-ə ixtisar edəndə 15. 15-i də 2-yə böləndə eləyir 7,5. Çünki qarşı qədərlə 7,2/1-dir. O da 2/1-də 10-a gətirəndə 5-ə vurmalıyıq. Olur 7,5. 7,5-in üstünə 7,5 gəldik. 6 yazırıq. Vergülü 6 olmaqla cəmləyirik. Olur 15. Çünki 2-yə vurmaq deməkdir. 15-i də 5-ə bölürük. Eləyir neçə? 3. Olur B variantı doğru cavabımız. Deyir, indi səhər saat 8:00-dur. Sutkanın hansı hissəsi qalır? Baxın,
Tutqamız nədir? 24 saatdır da, düzdür? 24 saatdan 8 saat artıq gedib. 8 24-ün hansı hissəsidir? 8-i 24-ə bölürük. İxtisar gedir 8-i qalır 3-də 1. 3-də 1-i gedibsə 3-də 2-si qalır. Bu da doğrudur. 33-cü sualda kostyumun qiyməti 120 manatdan 190 manata endi. 120-nin qarşısına həmişə 100 qoyuruq. Birinci nə deyilirsə onun qarşısına 100 qoyulur. Deyir kostyumun qiyməti neçə faiz ucuzlaşıb? Neçə manat ucuzlaşıb? 30 manat. 30-un da qarşısına x. Çarpaz şəkildə vuranda 120x bərabərdir 30 vurulsun 100. Buradan da x-i tapanda 30 vurulsun 100'ü böləcək 120'ye. 30 ilə 120 30'a ixtisar gedir, qalır 4. 100'ü də 4'ə böləndə olur 25% ucuzlaşma. B variant. Siz burada 90 qarşısına x qoyub, sonra 100-dən çıxa bilərsiniz. Amma birbaşa həll eləməkdən ötürü görün neçə faiz, neçə manat ucuzlaşıb. 30 manat ucuzlaşıb, 30'un qarşısına x qoyuruq. Bu da düz. Deyir tərəflərin nisbəti 5, 7, 8 olan üçbucağın perimetri. Bu tipli suallarda yanına k əlavə edirik. 5k, 7k plus 8k. Üçbucağın perimetri nədir? Tərəflərinin cəmidir. Tərəflərinə də k-ya ixtisar getmiş düşünsək, olacaq birinci 5k, ikinci 7k, üçüncü də 8k. Bunların cəmi 60'dır. K-ların cəmi eləyəcək 20k bərabərdir 60. K-mız da bərabər olacaq 3'ə. Deyir ən kiçik tərəfinin uzunluğu. Ən kiçik tərəfimiz 5k-dır. K-mız üstüsə 5k-mız eləyəcək necə? 15 olur düz cavabımız. 35-ci sualda aşağıdakı ifadələrdən biri yanlışdır deyilir. Yalnız özünə və birə bölünən ədədlər sadə ədədlərdir. Bu düzdür, A-dir. Bizə yanlış olanı istəyir. Qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabərdir. Bu da düzdür. 2 ardıcıl cüt ədəd həmişə qarşılıqlı cavabı olur. Xeyr, cüt ədədlərin hər biri nəyə bölünür? 2-yə bölünür. Yəni bunların ortaq böləni nədir? 2'dir. Ən azı yəni ki 2 olur. Ona görə bunlar qarşılıqlı sadə olmur. Doğru cavabımız C. D variantında baxa görə nə verib? Qarşılıqlı sadə ədədlərin əkəbi onların hasilidir. Bayaqlar birinci sualda M və N vermişdi. Onların hasili nə olmuşdu? M-N olmuşdu. Ondan yadda saxlayırıq. Olur C variantımız düz. Sonra 36-cı sualda qeyd olunub ki, deməli, bərabərsizliyin ödəyən sadə ədədlərin cəmi tapın. Baxın, burada 17-dən başlayacaq. Sadə ədədlərimizi istəyir bizdən. 17-dən sonra sadə ədədimiz 19'dur. Sonra 23'dür. 27 olmur. 29'dur. Həmçinin 31'dir. 33 olmur. 32 də olmur. 34, 35 də olmur. Sadə ədədlərimiz bulacaq 17, 19. Hər birini saymalıyıq. Yəni 29, 39, 39 deyirəm. 29 və 31. Bunların cəmi də eləyir. 31 ilə 29'un cəmləsək eləyəcək 60. 17 ilə də 23'ü cəmləsək eləyəcək 40. 40 ilə 60'ı cəmləyəndə eləyir 100. 100'ün sizə 19 gəlir, eləyir 119. C variantı. Hələ ki doğru gedir. İnşallah axıra kimi doğru olar. 37-ci sualda şahidlər arasında kim hansı meyvəni sevir mövzusunda sorğu keçirilmiş və şahidlərin cavabları şəkildəki kimi əks olunmuşdur. Şəklə əsasən üzüm xoşlayanlar baxırıq. Üzüm xoşlayanlar buradadır. Üzüm xoşlayanlarımız 2 dənədir. Heyva xoşlayanlar neçə faiz? Heyva xoşlayanlar da burada olur nə? 5. Birinci nəyi dedi? Üzümü dedi, sonra heyvanı dedi. Birincini sürətə, ikincini məxrəcə. Vururuq 100% dediyinə görə. 5 ilə 100 ixtisara gedir, qalır 20. 20 də vururuq 2-yə. Düz, əhsən. 38-ci sualda bir bağçanın planında uzunluğu 5, eni 3 cm-dir. Bağın həqiqi sahəsi neçə kvadrat metrdir? Planda uzunluğu 5, eni 3-dür. Miqyasdakı 1 cm 3 metrə bərabərdir. İndi bunun onda nə olacaq? 3'ə vuracaq da, düzdür? 3'ə vuranda nə olacaq? 15 metr. Eni nə qədər olacaq? 3'ə vuracaq, olacaq 9 metr. Sahəni də tapmaqdan ötürü biz bir-birinə vururuq. Buna 9'u 15'ə vuranda olacaq 135. B variantı. Heyf ki, səhv oldu bu sual. Burada şagirdimiz yazıb 5 vurulsun 3, 15. Daha sonra diqqətsizlik edib 3 cm yazıb burada. 3 cm çevirməyib burada. 45 metr yazıb.
Diqqətsizlik olunub burada. Deməli, bir səhvimiz artıq var. 39-cu sualda deyilir ki, bir maşın 3 saat 90 km yol gedir, 3 saata 90 km. Əgər maşının sürəti 15 km/saat artarsa, sürəti tapmaqdan ötürü yolu bölürük saata. Eləyir 30. Maşın həmin yolu neçə saata gedir? 15 artıram. 30-un üstə 15 gələm, eləyir nə? 45. Həmin yolu deyir. Yəni 90-ı bölürük yenə nəyə? Yeni sürətimizə. Eləyir neçə? 2 saat. Bu doğrudur. Daha sonra 40-cı sualda hesablayın deyir. Hər birini 36-ya gətiririk. Bu 3-ə vurulur. Bu 2-yə vurulur. Və olur 36-da 15. Üstə gəl 14. Üstə gəl 11. Hər birində cəmlədikdə 36-da eləyəcək 40. Bunu da 4-ə ixtisar 9-da 10. 1,9-da 1. C variantı. Bu da düz. Burada B variantı oldu. Aha, işarələmişik. 41-ci sualda 20 ədədi 2-3 ədədləri ilə tərs mütənasib hissələrə bölünmüşdür. Bu ədədləri tapan. Bu sualda verilən ədədləri tərsinə çevirir. 2-də 1 K, üstə gəlsin 3-də 1 K bərabərdir 20-yə. 6-ya gətirsək, deməli 3-ə vurulacaq, bu da vurulacaq 2-yə. Olur 6-da 3, üstə gəlsin 2K bərabərdir 20-yə. Olacaq 6-da 5K bərabərdir 20-yə. Və biz K-nı tapmaq istədikdə 20-ni böləcəyik 6-da 5-ə. 20 olduğu kimi qalacaq. 6-da 5 tərsinə çəkəcək. 5-də 6. 5 ilə 20 ixtisar gedir. 4 olur 24. 24 olandan sonra 2-də 1-i vururuq 24-ə. Eləyir 12. Digərində tapmaqdan ötürü 3-də 1-ə vuruq. 3-də 1-i vuruq 24-ə. 3 ilə 24 ixtisar gedir. Qalır 8. Olur 8 ilə 12. Doğrudur cavabımız. 42-ci sualda hansı hasil müəyyən ədədin sadə vuruqlarına ayrılışıdır? Sadə vuruqlarına ayrılış dedikdə, baxın diqqət edirin. Burada şagirdimiz səhvə yol verib. Ayrılışıdır deyəndə, sadə vuruqlara ayrılışda sadə ədədlər olmalıdır. 8 sadə ədəd deyil, A variantı getdi. B variantında 16 sadə deyil, mürəkkəbdə getdi. D variantında 9 sadə deyil, mürəkkəbdə, ona görə getdi. Olur doğru cavabımız C variantı. İkinci səhvimiz. 43-cü sualda nisbətinin natür ədədin nisbəti kimi ifadə edilir. Ona görə də bu sualda deməli düzgün olmayana çevirəcək. Qarşı gələn bölünməsində 3-də 7-ni 3-ə vuracaq 21, üstünə də 2 gələcək, olacaq 22. Bölünsün 5-də 4 5-im 20, üstünə də 2 gəlir 22. 3-də 22 olduğu kimi qalır. Bu tərsinə çevrilir 5. 22-də 5 olur. İxtisar aparırıq. Olur sürətdə 5, məxrəcdə 3. Nə oldu? 5-i 3-ə böldük. 5-i 3-ə böldük. Burada natural ədədlərin nisbəti kimidir. Şagirdimiz amma burada nə edib? Kəsrlərin nisbəti kimi yazıb. Olur C variantı doğru cavabımız. 3-cü səhvimiz diqqətsizlik. Hamısı bu səhvlərin çıxmalı diqqətsizlikdəndir. Onluq kəsirin faizlə ifadə etmək üçün 100-ə vurmalıdır. Ümumiyyətlə, ədədi faizə çevirməkdən ötürü 100-ə vurmalıdır. 100-ə vuranda da vergül nə olmalıdır? Sıfırların sayı qədər. 100-də neçə sıfır var? 2 dənə sıfır var. 2 dənə qabağa gələcək. Olacaq 49 tam 1000-də 365 C variantı. Sonra 45-ci sualda kəsirləri üçün hansı doğrudur? Məxrəcə 12-yə getirir. 12-də bu nəyə vurulacaq? 4-ə, bu vurulacaq 3-ə. 12-də 8 olacaq. 12-də 9, 12-də 7. Baxın, bu birinci oldu, bu ikinci, bu da üçüncü. Birinci, ikinci, üçüncü. Ən böyüsü hansı oldu? İkinci oldu. Yəni ki, 4-də 3 oldu ən böyüsü. Daha sonra birinci oldu, 4-də 3 və 3-də 2 və 12-də 7. A variantı. Doğrudur. Deyir, ifadəsinin qiymətini hesablayın. İfadəsinin qiymətini hesablamadan ötürü birinci buradakı vurma əməli yerinə yetirilməlidir. Bilirik. 15-də 2 vurulsun. Düzgün olmayana çeviririk bunu. 7-də 2-yin 7-yə vurur 14. Üstünə də 6, 20. 15 ilə 20 ixtisar gedir 5-ə qalır 4. Bunu da 5-ə 3. Və 3-ü 7-yə vurur 21. 2-ni 4-ə vurur olur 8.
16 tam 21-də 8-dən çıxır 21-də 8-i. Kəsirlər çıxılır, qalır 16 cavabımız. Burada da şagirdimiz diqqətsizliyə yol verir təbii olaraq. Burada birinci çıxma eləyib, çıxma olmalı deyil. Vurma olan yerdə yəni ki çıxma olmur. Bu yəni ki ikinci pillə əməlidir, vurma əməli. Bu da birinci pillə əməlidir. İkinci pillə əməli və birinci pillə əməlləri veriləndə birinci, ikinci pillə əməlləri olmalıdır. Yəni ki vurma olmalıdır birinci. Ona görə də cavabımız C variantı olur. Bu səhv. Daha sonra 47-ci sualda deyilir ki, məktəbdə 1800 şagird təhsil alır. Onların 15%-i əla oxuyur. 1800-ün 15%-ni tapırıq. 15-ə vurub 100-ə bölürük. İxtisar gedir. 18-i də vururuq 15-ə. 18-i 5-ə vuranda eləyir 90. 3-ə də vursuq 270. Olur. Doğru cavabımız C. Sonra 48-ci sualda deyir ki, aşağıdakı cədvəl kitabxananın müxtəlif fənlərdə olan kitablarının sayını əks etdirir. Cədvələ əsasən fizika kitablarının sayını, kimya və biologiya kitablarının sayını. Baxın, fizika 25-dir. Sürəti 25. Birinci 10 dedi. Kimya və biologiya ikisinin bir yerdədir. Kimyamız nə qədərdir bizim? 25. Biologiyamız nə qədər? 15. Bunların cəmi nə qədər eləyir? 40. Olur. 40-da 25. 5-i ixtisar edirik. 8-ə 5. Doğru cavabımız C variantı. 49-cu sual artıq sona yaxınlaşırıq. Verilmiş ədədlərin neçəsi sadədir? 9 sadə deyil 3-ə bölünür. 21 sadə deyil 3-ə bölünür. 8 2-ə bölünür. Sadə deyil 17. 22-yə bölünür. Sadə deyil 43. 42 2-yə bölünür. 41. Və burada 2 verib bizə. 1 sadə deyil. Olur 17, 43, 41 və 2. Olur 4 dənə. Baxaq silə görək. Ədədlər tam şəkildə görsənir. Bəli. Olur 4 dənə. Doğru cavabımız D variantı. Və sonuncu sual. Məktəbin kitabxanasında tarix və coğrafiya kitabları olan 2 rəf var. Tarix kitabları 18, coğrafiya kitabları 24-dür. Bu kitabları neçə qrupa bölmək lazımdır ki, həm ən böyük qrup yaradılsın, həm də hər qrupda tarix və coğrafiya kitabları olsun. Hər qrupda deməli tarix və coğrafiya kitabları olması üçün bunların ortağı tapılmalıdır. Yəni 18 ilə 24-ün ortağı, əbobu tapılmalıdır. Əbob 18, 24. Və 18 ilə 24-ün də əbobu 6 eləyəcək. Sadə vuruqlarına ayırırıq 18-i. 2, 9, 3, 3-ə 1. 24-ü də ayıranda 2, 12, 2-yə 6, 2-yə 3-ə 1. Ortaqları işarələyirik. Sonra birində işarələnənlər nədir? 2, 3. 2, 3-ə vururuq, olur 6. Və burada da bizə deyir ki, ən böyük qrup yaradılsın, ən böyük ortaq və hər qrupda da tarix və coğrafiya kitabları olsun. O da olacaq 6. Doğru cavabımız C variantı. Çünki 6 dənə qrup olsa tarix kitablarından 3 dənə düşəcək. 24 dənə olsa, 24 dənə deyə 6 dənə qrupa bölünür, hərəsinə 4 dənə coğrafiya düşəcək. Əgər məsəl üçün bunu necə deyim, 18 ilə 24-ün bölündüyü ən böyük nədir? 6-dır. Digər bir qruplara yaradılsaydı, onda ya tarix kitabından az olacaqdı, ya da coğrafiya kitabı. Coğrafiya kitabı onsuz da ən çoxdur, tarix kitablarından azlıq təşkil edəcək. Deməli, sayaq düzlərimizin sayını, əvvəlcə səhvlərimizi, düzlərimiz çoxluq təşkil edir. Səhvlərimiz görə neçə dənədir? 1 burada, daha sonra 2, 3, 4, başqa 4 səhv, 4 dənə səhv. Ümumilikdə 25 dənə sualdır. 21 dənə düz olur. 21 dənə düz nəticə deyil. Yaxşı nəticədir. Amma mən bu şagirdimi tanıyıram da. Yəni ki, bu diqqətsizlik eləyib. Çünki 25-ə 25 yaza bilərdim. Bugünkü suallar da bu qədər.